həmişə velosiped sürmüşəm, amma 2011-2012-ci illərdə mən Ədliyyə Nazirinin müavini işləyəndə Vüqar Salaxovla tanış oldum. Həmişə istəyirdim şəhərdə velosiped sürüm, çünki biz Avropaya gedirik, görürük dünyanı və həm çox velosiped sürən insan o sürən zamanı hətta euforiya olur. Çünki bilirsiniz də o havada o belə bir gözəl bir klimat yaranır, euforiya insanda yaranır və amma mən həmişə istəyirdim professional belə də məşğul olum velosipedlə. Gəncədə böyümüşəm, o vaxt o qədər şərait yox idi. Amma Vüqar Salaxovla yaxından tanış olandan sonra biz Ədliyyə Nazirliyinin pensiya xidmətində velosiped komandası yaratdıq. 2012-ci ildə və başladıq məşq eləməyə. Belə bir şey isə deyim, o vaxtlar birinci şortikləri bizdə, velosiped şortikləri geyinirdik. Bəziləri mənə deyirdi ki, sən generalsan, nazir müavinisən, şortikdə velosiped sürür. O biri tərəfdən də başa düşmək olmur, şortiksiz necə sürmək olar? Başqa necə sürmək? Yəni komanda yaratdıq, təxmini 80 nəfər idmançılarımız var idi, biz başladıq məşğul olmalığı belə.